İnsanlar İmam Hüseyin Aleyhisselamın Kərbəlada, Aşurada, Məhərrəmidə bizə öyrətdiyi vəzifəni düzgün icra eləsələr, bütün bəşəriyyət nicat tapar. Düşmən müqabilində durmaq və düşmənin yaratdığı saxta İslam müqabilində durmaq vəzifəsi. Ki, harada gördü zalim bir hakim müsəlmanlara hakim kəsilib. Nə halal bilir, nə haram bilir. Fəsad törədir. Cəmiyyəti cəhənnəmə sürüklüyür. Kim onun qarşısında durmasa, əli ilə, hərəkəti ilə, əməli ilə və dili ilə ona etiraz eləməsə, onu o hakimiyyətdən aşağı salmasa, həmin o zalim hakimlə bir yerdə yanacaq cəhənnəmə. Onun günahına şərikdir. O, yəni o hər nə cinayət törədir, sən də səsini çıxartmırsan, sükut edirsən, sükut da razılıq mənasındadır, razılıq da onun şərik olmaq mənasındadır. Yəni sən ondan həm cinayətsən. Nefti verir İsrailə, İsrail də gedir o qədər cinayət törədir. Xalq olaraq vəzifə nə idi? Ağa neçə dəfə buyurdu, xalqlar gərək öz hökumətlərindən tələb eləsinlər. Neçə dəfə ağa bunu buyurdu? Məyər bu vəzifə deyildi? Bunu niyə xüsusi təsirə malik olan şəxslər, ruhanilər, cəmiyyətə təsir qoyanlar niyə bunu cəmiyyətə çatdırmadılar bu ilahi vəzifəni? Niyə sükut elədilər? Niyə bu vəzifəni icra eləmədilər? O da getdi həmin neftlə neçə min adamı orada öldürdü. Gəldi həmin neftlə İranda nə qədər körpə uşağı, günahsız qadını, günahsız insanları öldürdü. Suriyada nə qədər yeri bombaladı. Hansı neft idi bunlar? Bəli, bunlar həmin xalqın nefti, sərvəti idi, mədəni idi, bütün var dövləti idi. Gəldilər, qarət elədilər, apardılar. Həm var dövlətimizi aparıblar, həm maddiyyatımızı aparıblar, həm bizi öz cinayətlərinə şərik ediblər, mənəviyyatımızı aparıblar.